Salam millət, bugün kare bölməsini işləməyə başlayırıq. Demək, ilk kare hansı fiquruydu? Bütün tərəfləri bərabər və hər təpəsində 90 dərəcə olan bir fiqurumuz var. Karenin köşegəni, yəni diaqonalı gəlir, onun bucaqlarını yarıya bölür. 90'ın yarısı 45 formasında danışırıq. Və burada alfa bu üçgənin xarici bucağıdır, yəni YBF-nin. Alfa da bərabərdir içəridə olan İki bucağın cəmini 25 üstə gəlsin 45'dən verir 70 dərəcə. D variantı. İkinci sualda da dedi ki, karenin bütün tərəfləri bərabərdir. Hər tərəfə 2 xətt qoymaq mümkündür. Və hər təpədə 90 dərəcə alınsın deyə 90'dan 56 çıxırıq 34 dərəcə. Burada bir ikizkenar üçgən görəcəyik. 180'dən çıxırıq 34'ün bizə verir 146 dərəcə. Bunu da 2'yə bölək. Olsun 73. Yəni burada hər təpədə 73 dərəcəsi var. Bizdən istədiyi bucaq DC'yi. DC'yi dediyi baxın bu hissədir. Yəni buranı da tapmaq üçün ümumi 90'a tamamlamaq lazımdır axı. 90'dan da 73'ün çıxarıq, olar 17. A variantı. Üçüncü sualda yine karenin bütün tərəflərinin bərabər olduğunu göstərək. Buradan avtomatik bir ikizkenar üçgənimiz açılır gördüyünüz üzərə. 90 dərəcəmizi yazaq. 90'ın üzərinə 50 gələndə bura olur 140. 180'dən 140'ın çıxıb 2 yerə böləndə 20 dərəcə düşər. Bir də bu hissənin üstünə 2 xətt deyirik. Çünki BC də karenin tərəfidir. Növbəti ikizkenar üçgənimiz baxın burada yaranır. Onda təpə bucağımız 50-dirsə 180'dən 50 çıxırıq 130. Onu 2 yerə böləndə 65. Yəni bu təpədə 65'dir. Burada bütövlükdə 65'dir. O zaman alfaya da qalar 45 dərəcə. O da Y variantında. 4'ə keçək. DY ilə, hani bunun DY'si. D'dən Y'yə qədər bir xətt götürək. AC eyni şeydir. İndi buradan bunu kənarda qeyd edelim ki, AC ilə də BD diaqonalı eynidir. Hər iki diaqonal köşegen eynidir. Mən AC-ni istifadə eləmirəm. BD-ni istifadə edeyim ki, siz buradan bir ikizkenar üçgən görə biləsiniz. Və bucaqları yarıya bölürük. Buradan 45. Burada təbii ki 90 dərəcə var. Bunu da hətta yarıya bölək. Buralarda 45. Diaqonalda deyə bu ortaya 90 dərəcə qalır. Başqa da bir şey bizə veribmi ki? Tərəflərdən uzaq başı getmək olar. A kök 2 kimi. Bunun tərəfinə A desək. Burada A'dır. Onun bütövünün 90 olduğunu bilmirik. İndi nə iş görək sizə? Tərəflər eyni əslində. Gəl belə danışaq da. Diaqonal görünür orada. A kök 2. A bizə nəyi verir? 67, 15, 22, 15 xassəsinə oxşayır. Bucaqlar bizə onu deyir. Bu hissəmiz A kök 2'dir. Tərəflər məlum, məsələ AA. Onda bu hissəmiz də olsun A kök 2. Sonra bu tərəfimizin özü də A'dır. İndi gəl belə bir şey danışaq. 2 kök 2 olmalıdır. Əslində orada 67, 15, 22, 15 xassəsində. Burada da bir 45 dərəcə var olmağına. İkizkenarlıqdan gedək. Heç A kök 2 bizə lazım deyil. 180'dən çıxırsan 45'in eləyir 135 dərəcə. Bunu da 2 yerə böləndə 67, 15 görünür. Yəni bu da bütövlükdə 67, 15'dir. Burada 67, 15'dir. Bu bizə bəs elədi. Heç o A kök 2'lərə baxmayın. Dəyməz, buna ehtiyac yoxdur. Bu. 67, 15 Y variantı. Növbəti 5-ci sualımızda 90 dərəcəmizi buraya yerləşdirək. BD ilə AY-nin yeni bərabərliyi verir. Baxın, bu dəfə də mənə BD diaqonalı yox, AC lazımdır. Çünki BD ilə AC hər ikisi köşegəndi və bərabərdir. Bunu buradan uzatsaq. Bunu buradan uzatsaq, alfanı əslində bölmüş oluruq. Taparıq, dərd deyil. Bu bütövlükdə 90'dır. Bu hissələr 45 qalsın. Bu da 45 olsun. 45 ilə 35'in cəmi verir bizə 80 dərəcə. Burada bir ikizkenarlıq göstərdi. Avtomatik burada 80'dir. 80, 160, 180'dan çıxanda bura olur 20 dərəcə. Sonra bunun bizdə istədiyi alfa YAD-dir. Baxın. YAD bucağı elə tapdığımız bucaqdır. Baxın 45 ilə 20'in cəmi 65 dərəcə.
O da D variantı. Növbəti 6-da demək, nə iş görək? Bu orta nöqtəni boşuna verməyib, gəlin buradan paralel düz xətt çəkək. Dikdörtgəndə də buna aid suallarımız çıxırdı. Bunu qarşıya doğru belə bir paralel gətirdik. Məsələn, MN nöqtəsində olsun. M nöqtəsində də həmçinin bu kənarlar ortadan bölünür. Məsələn, mən bura AA desəm, qarşısı da bölünür AA. Yəni bu hissə bütövlükdə karenin hər tərəfi olsun 2A. Hər tərəf 2A-dırsa, burada gətirib 2A yazıram. Sonra fikir verin, burada 30-60-90 üçgəni yaranır sarı üçgənin içində. Niyə? Hipotenuz katetdən 2 dəfə çoxdursa, bu A-nın qabağı 30 dərəcə olur, bura 60. Buradan da tapılır. Karenin də hər təpəsinə 90 dərəcə olsun deyə alfaya qalır 30 dərəcə. A variantı. Sonra 7-də karenin hər tərəfini verib 4 kök 2. Onda bunun köşegəni, yəni bu diagonal, onu kök 2-yə vurmaqla alınır. 4 kök 2-ni kök 2-yə vurur, olur 8. Bu hissəmiz olsun 8. Sonra nə iş görək? Bizə bu diagonal lazımdır. Diagonal o birisində gəlin çəkək. Bizim belə bir qaydamız var ki, diagonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Yəni hər ikisi eynidir. Bu O nöqtəsi desəm 8-in yarısı 4, 4, buralarda 4, 4. Burada da diagonallar arasında həmişə istisnası bir 90 dərəcə var. O zaman biz buradan bir Pifagor teoremi eləyə bilərik. Yəni 4-ün kvadratı üstə gəlsin. 6-nın kvadratı bərabərdir x-in kvadratına. X kvadrat 36, 16-dan 52. 4 vur 13, yəni 2 kök 13 olar. Y variantı. Buradan inəyək. Demək, bu açıortaydan yəqin ki, paralel çəkək ki, Z qaydası görünsün. Əvvəlcə F-dən qarşıya doğru bir dənə düz xətt çəkək. FM olsun. Bu, bura paraleldir deyə avtomatik buradan bənzərlik də çıxar. 6-8, hətta Pifagorumuz da var. 6-8-dən bura görünür 10. Ümumi bu 6-nı qarşıya köçürdürsən, 2-ni də bura. Açıortayın kölgə nisbətindən 6-nın 10-a nisbəti nə verir bizə? 3-ün 5-ə, düzdürmü? Yəni bura 3K, 5K, heç 3-5 yazmağa ehtiyac yoxdur. Cəmi 8 olsun deyə 3-5 məsələn N nöqtəsində. 3-ün 5 nisbətini yaratdıq. Sonra bir dənə də bənzəriyi bilirsiniz hara demək lazımdır. Buradan o qoy Z qaydasını göstərim. Bu buna Z-ə tam gəlmir. Sonra buradan bənzərlik göstərəcəyik biz. Bayaqdan dediyim bənzərlik. Baxın burada ortaya çıxsın. Bu iki dənə üçgən bir-birinin içində bənzərdir. Yəni biz əslində orada AY-ni tapmaq maraqlıdır. AY-ni bilmirəm. AY-nin 3-ə nisbəti bərabərdir. Ümumi yan tərəfin kiçik yan tərəfin nisbəti 8-in 6-ya nisbəti. Bu ixtisar getsin 2. AY-ni tapırıq 4. AY-miz orada olsun 4. Sonra da siz o x-i tapmaq üçün x dy xətti idi də. X-i tapmaq üçün baxın bir dənə Pifagor gedəcəyik. Yəni deyirik ki, dy-nin kvadratı bərabərdir 8-in kvadratı üstə 4-ün kvadratına. Buradan çıxır. O da 64, 16, 80. 16 vur 5 yazsaq, dy də bərabərdir 4, yanında kök 5 C variantı. 9-a keçək. 15, 90, avtomatik burada 75 dərəcə var. 75, 90, 15 də burada olsun. 15, 75-in əslində bizdə bir xassəsi var, hündürlük çıxartmaqla. Bu bizə nə qədər sərf eləyər? Bənzərlik etsək məncə daha yaxşı. Birincisi, BC x-dırsa hər tərəfi x olmalıdır. Başqa 6-dan da başqa bir şey verməyib. 75-lərin qarşısını 1 götürək. 15-lərin qarşısı, tamam. 90-ların da qarşısı fərqli tərəflərə baxıraq. Bunu diagonalla yəqin ki bölərəm. Bunu buradan tamamlayaq bu üçgəni. Boşuna yazmayaq. 45 dərəcə olması üçün burada 30 çatışmır. Onda biz görürük 30-60-90 üçgənin DBK-da. Buranı da gətirib 45 yazanda həqiqətən bütövlüyü olur 60 dərəcə. 30-60-90-da. 30-un qarşısı görürsünüz 6-dır. Onda 90 qarşısı bunun olur 2 qatı 12. Heç 60-ın qarşısını yazmıram. Bir karenin də köşegəni 12-dirsə, tərəfi tapanda nə edirik? Kök 2-yə bölürük. Yəni buralar olur 6 kök 2, 6 kök 2. Ona görə x də olur 6 kök 2. D variantı. Sonra buradan yenə 45 dərəcələrlə bölünüb diagonallara görə.
Bu da 45 olsun. 90 olması üçün burada da 60 dərəcə çatışmır. İndi nə iş görək? Hər ikisinin ortasına bir hündürlük endirmək olar. X-i tapmaq üçün. Gəlin buradan elə bir dənə hündürlük endirək. Sağdakına görə 30, 60, 90 olur. 90'ın qarşısı 12, 30'un qarşısı 6, 6'ın qarşısı 6 kök 3. Soldakı üçgənə baxırıq. 90, 45, 45. Yəni bu hissə ilə bu hissə eynidir. Burada 6'dır. Onda BY-yə qalar 6 kök 2. Bu bizdən nə istəyirdi? Elə BY-ni istəyir. 6 kök 2. Y variantı. Sonra 11'də. Demək tərəfləri ortadan bölüb. A, burada A yazsaq. Burada yenə bir 30, 60, 90 xəssiz deyilmir. Hələ ki burada A yazaq. Çünki karenin hər tərəfi eynidir. 2A, 2A. Yəqin ki bu Y nöqtəsindən qarşıya doğru bir düz xət çəkək ki, bənzərlik falan görünsün. Və bunu buradan çəkdim qarşıya. Burada A formasına bölünsün. Sonra bənzərliyimiz hardadır hələ ki? Bu üçgənə fikir versək. Ondan əlavə birincisi burada bir qum saatı kimi bənzərlik görün. Orta xət var axı. Gəlib burada yarıdan bölübsə buraları. Onda olmalıdır. Bu hissəmiz A bölü 2. Yəni 0.5'a. 2A'dan da 0.5A çıxanda olacaq 1.5'a. Yəni bu hissəmiz 1.5A. İndi bu çəhrayı hissə qum saatı kimi baxsaq buraya. Nə olur onda? Məsələn bir nöqtədə deyim MK nöqtəsi. MK'nın Y-ə nisbəti bərabərdir 1.5A-nın da A-ya nisbəti. A-lar gedir, MK qalır 1.5Y. Gətirək yazaq. Bura oldu 1.5Y bu hissəmiz. Sonra biz bayaq dedik M nöqtəsində ortadan bölünür axı. Onda AM də, bu ikisinin cəmi nədir? 2.5Y. Onda burası da 2.5Y verməlidir. Düzdür. İndi axırda bizə deyir X. X hardan hara qədərdir? AK'dır da X. AK A'dan K'ya qədər 2.5Y-dir. KF ilə onsuz da Y-dir. Gətirib bunları da bir-birinə nisbətin yazanda 2.5Y bölünsün. Y ixtisar gedib 2.5 qalmalıdır. Neysə səhv yazmamışamsa qoy bir dənə təzədən baxım. M nöqtəsində ortadan böldük. 1.5 Y-in Y-ə tamam 2.5 ay. AK-nı səhv yazmışam. Sonra 2.5'in üstə 1.5 gələndə 4.5 eləyirik. 4 eləyirik. Burası 4'dür. Baxın. Buradan bura qədər. AK-sı budur. 4. Onda 4 Y-in də Y-ə nisbəti olar 4. O da hardadır? Y variantında. Qəşəng sual idi. 12'də demək. Nə iş görək? Bir xeyli bənzərik. Görünür burada uşaqlar. İlk bənzərik bu iki dənə kənar üçgənin bənzəriyidir. Buradan yola çıxsaq 90 dərəcə deyirəm. Alfa 90 minus alfa. Qarşısı da 90, 90 minus alfa və alfa. Buradan başa düşürük ki bu iki dənə sarı üçgən bir-birinə bənzərdir. Onda burada alfanın qabağı 2, 90 çıx alfanın qabağı 4-dürsə, buna uyğun olaraq burada da alfanın qabağına 2A, 90 çıx alfanın qabağına 4A yaza bilərəm. Sonra buradan görünür ki DC Pifagorundan 90 dərəcənin qarşısı 16, 20 ve daha doğrusu 16, 4, 20. 20 də nə deməkdir? 2 kök 5A. Bunu qarşıya götürsək kök 5A, kök 5A formasına olur. Karenin tərəflərdə axı. Eyni qaydada buranı da 2 kök 5A köçürdüm. Bir dənə də 90 dərəcənin Pifagorundan bu MD tərəfi çıxsın. Baxın bu hissə 25, 5 çıxır. Yəni bu hissəmiz olur 5A minus X. Bir də nəyi göstərək? Bu karenin tərəfləri eynidir axı. Gəlib yazmalıyıq 4A bərabərdir 2A plus 4. 2A bərabər 4'dən A'mız çıxır 2. A'nın da yerinə 2 qoyanda bu karenin tərəfləri hamısı olur 8. Bura olur yəni 10 çıx X. Düzdürmü? Bu 10 çıx X da 8 olmalıdır da. 10 çıx X bərabər 8'dən X'imiz də qalır 2. B variantı. Sonra burada nəyimiz var? YF-ni birləşdirəkmi? İkizkenar üçgən onsuz da çıxır. Bu YF-ni hələ ki birləşdirək. İlk ağla gələn.
90 dərəcə, bura 45-45. Açıq bucaq olsun deyə 45-in üstə 75 gələndə 120, araya qalır 60 dərəcə, 30, 30-60, 90 üçgəndən işi çıxartmaq olar. Yəni biz baxmalıyıq bu üçgənə. Burada 60 dərəcənin qarşısı 6-dırsa, 30 dərəcənin qarşısı 6-nı bölürük kök 3-ə, yəni 2 kök 3. 90-ın da qarşısına gedəndə 2 kök 3-ü 2-yə vuranda 4 kök 3. Bu bizdən elə deyəsən 2 kök 3 istəyir. Hə? O yeni buranı istəyirmiş. 2 kök 3. C variantı. Sonra 14. Hə, burada bir qırılmalar, əyilmələr görürəm. KLSD bir karedir. Yəni bunun hər tərəfinə 10, 10 yazaq. Başqa nəyimiz karedir? RBN mi? Hə, bir də burada karelik var. Başqa da bir kare görməyib. Ümumi ABC'də bir dikdörtgəndir. 20 verib, 20 ilə onun cəmi ümumi qarşı tərəf əslində olmalıdır 30. 10 ilə onun cəmi bura 20-dirsə, buranın da 20 olması üçün çatışmır 12. Yəni bu növbəti karemizin hər tərəfi olur 12. Burada 30 idi. 30-dan da 12 çıxırıq, bu hissəmiz olur 18. İndi gəl gör ki, biz oradan x-i tapmaq üçün bir parçalarda bir birləşdirmə falan eləməliyik. Çünki bu düz gəlmir də, fikir verin, belə bir əyri xətdir. Bunu qarşıya köçürtsəm, o tərəfdən, bu tərəfdən. Gəlin bu NM'ni də uzadaq yuxarıya doğru. Bunu buradan uzadıram. KL'ni də aşağıya doğru uzadaq. Buradan 12-ni qabağa köçürtsə, 20-dən 12-si gedir, bu araya qalır 8 formada. Eyni qaydada 10 da bura gəlsə, yenə 8 bura olur, 18-i də tamamlayır, fikir verirsiniz. Başqa nə etmək olar? Bir də bu məsələn R-dən gələn parçanı düppədüz qabağa endirsək, bir Pifagora yaxınlaşdırmaq olur. Bu 8-i bura köçürdürəm, burada 8, ümumisi 10 idi, 8-i gedər, qalar 2. Oy, 8 bura qədərdir, bu araya qalır 2. Çünki 10, nə səhv demədim, bircə dəqiqə. Ümumisi onu qarşı köçürdük 8. Hə də bura ilə bura eyni olsun deyə 10 olsun deyə bura qalır 2. Bu M-dən gələn bunu da başqa rənglə göstərim. Məsələn yaşılla. Burada bu qabaqdakı 8-dən köçür. Bizim x-ımız buradaydı da, düzdür. Fikir verin, burada kiçik bir dənə Pifagor yaranır. Yəni 8-in kvadratı üstə 2-nin kvadratı bərabər x kvadrat verir. 64, 4, 68, 4 vur 17 desək, 2 kök altı 17-də x-in cavabı çıxar. O da Y variantı, qəşəng sual idi. 15-ə keçək. Buradan bölgülərimiz var, hər tərəfində 4 olduğunu qəbul eləyək. İndi biz bu bərabər hissələri birləşdirəkmi? Yəqin ki, bir bənzərlik falan oradan verir bizə. Bunların hamısını birləşdirək. Ortada bir kare yaranır. Niyə? Diagonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Arada da 90 dərəcə yaranırsa, bu 100% bir karedir. Kare olduğunu danışdıq. Sonra nə deyək sizə buradan? Bunun hər tərəfi indisə, burada da bir qəşəng bənzərlik olacaq. Fikir verin bu iki üçgənə. Məsələn, mən bura 90 deyirəm. Bura alfa, karedir məlum məsələ 90. Bura qalır 90 minus alfa. 90, yenə alfa. Burada 90 minus alfa. Bucaqlardan da sübut edir ki, bənzərdir. Bənzərliyi keçirəm, hətta birə-bir eyni üçgəndir, bərabər üçgəndir. Niyə? Bunun da 90 qarşısında eyni tərəf dayanır. Burada da 90 qarşısı eyni tərəfdir. 90'ların qarşısı eynidirsə, alfaların da qarşısı eyni olacaq. Yəni burada alfanın qarşısı 3-dürsə, sən də gətir burada alfanın qarşısına 3 yaza bilirsən. 90 minus alfanın qarşısı burada 1'dir, burada da olur 1. Sonra bizə nəyi tapmaq lazımdır? KM-ni, hani bunun KM-si. Birincisi KN-ni tapaq Pifagordan, sonra KM-yə gətirərik. KN-nin kvadratı bərabərdir 9 plus 1-dən olur 10, yəni bu olur kök altı 10. O kök altı 10'dursa, yəni burada kök altı 10'dur. Onda biz bir dənə qəşəng buradan bir dənə Pifagor eləyik. Yəni əslində 10, 10, 10 kök 2-dir, uzatmağa ehtiyac yoxdur. Bu tərəflər onsuz da eyni deyil. KM də olur 10 vurulsun, kök altı 10 vurulsun kök altı 2. Kök 20'dən də çıxar 2 kök 5.
KM'ndə bütöv istəyir. 2 kök 5 B variantı. Bu da maraqlı sual idi. 16'ya keçək. 2 var, 1 var. Biz bunları davam elətdirəkmi? O 90 dərəcələrə hər halda boşuna verməyib. Bunu qarşıya doğru ilk ağla gələn çəkməkdir. Paralelə də oxşuyur düzü. Ya da bir üçgənə mi tamamlasaq? Bir dəqiqə, heç bunu uzatmıram. Başqa 2-1-dən məlumatımız yoxdur. Bura A desəm, Pifagora görə gedib bunu tapmaq olar. Heç Pifagora görə getməyə ehtiyac yoxdur. Yenə bu 2 dənə üçgən bir-biri ilə birə-bir eyni çıxır. Niyəsində deyim. Alfa yazırıq, qoy alfanı aşağı yazım. Bura alfa deyirəm, bura 90 minus alfa, bu da 90 minus alfa, bura alfa. Fikir verin, bu iki üçgənin bucaqları eynidir. Alfa, 90, 90 minus alfa. Bucaqları keçdim, 90'ların da qarşısı eynidir. Karenin bütün tərəfləri eyni idi axı. Fikir verin, burada da 90 qarşısı eyni yerdir, burada da 90 qarşısı eyni yerdir. Belə başa düşürəm ki, alfaların da qarşısı eyni olmalıdır. Burada alfanın qarşısı 2-dirsə, burada da alfanın qabağına gətirib 2 yazıram. Bu A'nı yığışdıraq. Bura olsun 2. Digərində 90 çıx alfanın qabağında 1'dir. 2 ilə 1'in cəmi. Bax, burada 90 çıx alfanın qabağı nədir? 3. Onda bunun da 90 çıx alfasının qabağı olmalıdır. 3. Pifagordan da 4, 9. Kök altı 13. Kök altı 13'də hipotenuz çıxır. Bizdən nə istəyir? Alanı. S də bərabərdir kök altı 13'ün kvadratı, yəni 13 normal. B variantı. 17'yə keçək. 90 dərəcəmiz demək. Alfa 90 minus alfa. Burada bir bənzərlik görürəm. 4, 8. İç-içə olan üçgənlərdə belə başa düşürəm ki, bu dəfə bənzərlik olacaq. Hətta F-klidə də getmək olarmı? Bu BK-nı görmürük deyə. F-klidə getmək xoş olmayacaq. Məsələn, bura alfa yazaq. Bura olsun 90 minus alfa. Bura qalır alfa 90. Məlum məsələ 90 minus alfa. İndi gəlin biz hansı üçgəni götürək bütövlükdə bənzərlik olaraq. 2 dənə ayrı üçgəndə götürmək olar. 90 çıx alfa. Hələ ki bunu götürək. B, Y, C üçgəni ilə bənzər olsun L, Y, C üçgəni. L, Y, C. Bütövündə 90'ın qarşısı bura bir Y yazacağım, aləm dəyməsin bir-birinə. Burada bütövdə bir 90 dərəcə olduğunu görün. Bütövündə 90'ın qarşısındakı x plus y plus 4'ün balacada 90'ın qarşısı Pifagordan hesablama olardı. 80 kök altda 64 16'dan 80 4 kök 5. Bunun 4 kök 5'ə nisbəti deyil. Bərabərdir. Alfaların qarşısı 4. Burada demək böyükdə alfanın qarşısı 4 kök 5'dir. Balacada alfanın qabağı 4'dür. İxtisarlar gedir. Olur x plus y plus 4. 4 kök 5 kök 5'ə vuranda 20. X plus y'imiz olur 16. Bu ama təkcə x istəyir. İndi y'yi necə kənarlaşdıraq buradan. Bir dənə də F-klit getmək olar. Baxın. Bu üçgəndə, bu yaşlı üçgəndə 90'dan çıxıb 90'a gedirsə F-klit teoremidir. F-klit teoreminə görə də 8'in kvadratı bərabər idi. Bu bölgülərin bir-birinə hasili, amma yenə biz x plus y'yi tapmış oluruq. Vurulsun 4. Təzə bir şey vermir. Onda biz təzə bir bənzərlik eləyik. Bircə saniyə. Bu heç sərf eləmədi. Bir dənə də bənzərik uzaq başı buradan gələr. Uzaq o da. Bunu tapmaq lazımdır. Bu y'yi çıxardaq ki, ortaya nəsə çıxsın. Bu karenin hər tərəfi eynidir. Bu BC ilə bu hissəmiz eyni götürək. Onda biz belə başa düşürük ki, bir alfa, yanına da 90 minus alfasını falan yazaq. Hətta bərabər üçgənlər çıxır. Bunu sarılayın, uşaqlar görün. Bu üçgənlə, əslində bu üçgən birə-bir eynidir. Niyə? 90'ların qarşısı eynidir. 90'ların qarşısı eyni, onda alfaların da qabağı eyni olmalıdır. Burada alfanın qabağında 8 dayanırsa, burada da alfanın qabağında 8 dayanmalıdır. Artıq buradan çıxır. Y 8 tapırıqsa, məlum məsələ x də olar 8. 16'dan 8 çıxmaqla. X də olur 8 y variantı. 18'də demək nə iş görək? Bir ikizkenar üçgən var. Karenin də hər tərəfi eynidir deyə. Yəni y-ləri yazaq əvvəlcə. Y olsun. Burada y. Baxın buradakı ikizkenar üçgəndən
ağla gələn bu mavi üçgənə fokuslanın birinci. Təpədən biz parça gətirsək, həm hündürlük, həm median, həm tənbülən olar. Yəni götürürəm bu təpədən bir dənə aşağıya doğru bir yüksəklik gətirin. Bu AY-ni bütövlükdə x verir. Mən gəlin AY-ni bir 2x eləyim buradan. 2x eləyək. 2 ortadan bölüb x yaza bilək. Buralar ortadan bölünsün. Sonra bənzərliyi indi danışmaq olar. Baxın 90 aşağıya alfa yazıram. Bura olsun 90 minus alfa. Karenin hər tərəfəsi 90 olsun deyə bura alfa çatışmır. Burada olur 90 minus alfa. Hansı üçgənlər bənzər? Burada bir M nöqtəsi deyək. M nöqtəsi. Fikir verin. A, B, Y üçgəni bənzərdir. Bir də A, D, M üçgəni. Adlandıraq qıraqda. A, B, Y ilə A, M, D üçgəni bənzər oldu. İndi baxaq. Bənzərliyi keçirəm, hətta birə-bir üçgənlərdir. Bura 2 dənə də bərabər xətt qoyaq. Çünki bunda 90 qarşısı y-dir. Bunda 90 qarşısı y-dir. Belə başa düşürük ki, alfaların qabağı 90 çıx alfaların qabağı eyni olmalıdır. Burada 90 minus alfanın qarşısı 6'dır. Onda burada da 90 minus alfanın qarşısı 6. Avtomatik cavab tapılır. X'i tapdıq 6. Onda AY də 2x demişdik. Olar 12. Şu. B variant. Belə. 19'a keçid alaq. 19'a demək Pifagordan karenin hər tərəfi 5'dir. O Pifagorda aşağıya sirayət edir. Necə deyirlər? BC bütövlükdə 5'dirsə, baxın bura 5'dirsə, Pifagordan da BY-nin əvvəlcə 4 olduğunu göstərək. Sonra bu hissələr də bizi çaşdırmasın. A, məsələn, bura olsun 5 minus A. Bu hissə 5 minus A. Burada məsələn B 4 minus B deyək. Sonra alfa 90 minus alfa ilə yəqin ki bənzərliyə gətirərik. Burada alfa desəm 90 minus alfa 90. Burada 90 minus alfa. Qarşısı 90 minus alfa. Bu da alfa. İndi buradan 2 dənə böyük üçgənin bənzərliyinə baxaq. Sarı ilə göstərirəm. BYC ilə LDC üçgəni. Burada da adlandıraq. BYC üçgəni bənzərdir LDC üçgəninə. İndi buradan nə götürürəm? BYC aşağıdakı alfanın qarşısı üçün, yuxarıda alfanın qarşısı 5 minus A-ya nisbəti. Digərində 90 minus alfa 4, 90 minus alfanın qabağı 5'ə nisbəti. Buradan biz A-nı tapa bilərik. Çarpaz vursaq 15 bərabərdir 20 minus 4A-ya. 4A bərabər 5'dən A-nı tapdıq 5 bölü 4. Sonra hətta B-ni də tapa bilərik. B-ni də tapmaq üçün burada iç-içə olan bənzərliyi görmək lazımdır. Qırmızı üçgəndən göstərirəm. Buna fikir verin. Burada da yazaraq ki B-nin öz qarşısındakı A-ya nisbəti bənzərliyi də deyim. BLK bənzərdir BYC-yə. BYC-yə. Demək, B-nin A-ya nisbəti bərabərdir 4 minus B-nin də 5 minus A-ya nisbəti. Biz buradan A-nın qiymətini bilirik deyə aşağıda yerinə qoyub B-ni də tapmaq olar. Onda B bölünsün A-nın yerinə, qırmızı ilə qoyasın. B bölünsün A-nın yerinə 5 bölü 4 bərabərdir 4 minus B bölünsün 5 minus 5 bölü 4. İndi bunu həll eləməyə çalışaq. Olur nə? B bölünsün 5 bölü 4 bərabərdir 4 minus B bölünsün 4'də 20'dən də 5 çıxır 15. Fikir verin, bu 4'lərdə ixtisar gedir. 5'dən də 15 ixtisar gedir 3. Çarpaz vuranda 3B bərabərdir 4 minus B-yə. 4B bərabər 4'dən B-ni də tapırıq 1. Demək, bunun A'sı B'si tapıldı. Gətirib yerinə qoymaq olar. İndi bizə DK-nı istəyir. 2 dənə ayrı Pifagordan gedəcəm məcbur. Fikir verin uşaqlar. Pifagorun biri burada olacaq. Görürsünüz buranı. Bu mavi üçgəndən. Məsələn, buranı bilmirəm. X deyək də. Düzdürmü? Bir dəfə danışırıq ki, X-in kvadratı üstə B-nin kvadratı bərabərdir A-nın kvadratına. Bir dəfə də burada bir məsələn Y deyim. Burada Y deyək. Çünki DK-nı çıxartmağa çalışırıq da biz. Buna da bir Y desək. Bir dəfə də olacaq 5 minus A-nın mötərizə kvadratı üstə gəlsin 5'in kvadratı bərabərdir Y kvadratdan. Buradan gedək X, Y tapaq. Yəni misalın bizdən istədiyi əslində X plus Y-dir. İndi gələk aşağı hissəyə. Nə iş görürük?
X-in kvadratı üstə gəlsin, B-ni bayaq tapdıq. 1 bərabərdir. A-nın da qiyməti nə idi? 4-də 5 kvadrat olur, 16-da 25. Aşağıda da 5 minus A-nın kvadratı, yəni 5 minus A-nın yerinə 5 bölü 4 qoyurduq. Onun kvadratı üstə gəlsin 25 bərabərdir Y-in kvadratına. Yenə gedək buradan X, Y çıxardaq. X kvadrat bərabərdir 16-da 9, yəni X-imiz olur 3 bölü 4. Y-ə gələk aşağıda. 4, 20, 15. 15 bölü 4 kvadrat olur. 225 bölünsün 16. Üstə 25 bərabər Y kvadrat. Xoş bir rəqəmlər deyil, amma alınır. Y kvadrat bərabərdir. Ortaq məxrəcə gətirsək 16. 16-nı 25-ə vuraq. 25-i 4-ə 100, 400. 400-ə 225 gəndə 625. Buradan da kök çıxır. 25 bölü 4. Y-i də tapdıq. Axırda da bunları cəmləyək. Ən sonunda misal belə göstərəm. X plus Y bərabərdir. Demək 3 bölü 4. Üstə gəlinsin 25 bölü 4. Biraz mən uzun yolla yazdım. Belə görürəm ki, daha qısa yolla eləsəz qeyd edin. 28 bölü 4, bu da olar 7. Yəni DK məsafəmiz 7 imiş B variantından. Sonra 20-ci suala keçid alaq. Demək. Burada nə verib? 15-75 qaydasıdır. Burada 90, 15, 75, qarşısına da 75, 90, 15 yazsaq. Sonra diagonalı birləşdirəndə həmişə bu tip misallarda çıxır. Kare də onsuz da DB-ni birləşdirsək, məlum məsələ 45, 45 yaranır. Buranın da 45 olması üçün arada 30 dərəcə çatışmır. Onda 30, 60, 90'a getmək olar. Bunu buradan sarılayım. Fikir verin bu ortadakı üçgənə. Bu bucaq bütövlükdə 60 dərəcədir. İndi 30'un qarşısı 6'dırsa, 90'ın qarşısı bunun 2 qatıdır, 12'dir. 60'ın qarşısı da 6 kök 3'dür. Yəni FB. Bu bizdən nə istəyir? Alanın. Diagonalı tapırıqsa 12, D1 bərabərsə 12. Karenin diagonalla bağlı düsturu buydu. Diagonallar bir-birinə bərabərdir. Axı D1 vur D2 bölü 2'dən. Olar 12 vur 12 bölü 2. O da 144'ün yarısı 72. A variantı. Bu nisbətən sadə idi. 21'e keçdik. Yenə 90 olsun deyə 75 dərəcə çatışmır. Buralar 45. 45. İndi 75'in bir hissəsini götürmək olar. Yəqin ki, gəlin belə eləyək. Bu 75'i silirəm buradan. Diagonal çəksək. Əlbəttə diagonalı. Buradan məlum məsələ 45. Bu araya qalar 30 dərəcə 75'e tamamlansın deyə. Və biz bilirik ki, təbii ki, burada 90 dərəcəmiz var. 90, 30, 60 üçgənindən bu ortada istifadə eləyək. 90 qarşısı 4'dür, 30'un qarşısı 2, 60'ın qarşısı onda olur 2 kök 3. Sonra alan istəyir. Bu diagonallar kəsişəndə bərabər olur axı hamısı. Buradakı kök 3 yazsaq, onda diagonalımız olur 4 kök 3. Və S də bərabərdir. D1 vur D2 bölü 2'dən. Yəni 4 kök 3 vur 4 kök 3 bölü 2. O da eləyər 24. 2 10 alanımız. O da B variantı. Sonra 22'də karemiz ABLK'dır. Buranın eyni olduğunu göstərək. Bir de aşağıdaki LMNC. Burada iki dənə kare var daha doğrusu. Ümumi yok KLC'den de alanım verib 32. AD 12. Özümüzdən yəqin ki məsafələr gətirəcəyik. Bura bir Y desəm, bu hissə olur 12 minus Y. Burada məlum məsələ 12 minus Y. Sonra bu verdiği alandan yola çıxaram. Düzbucaqlının alanı dikdörtgəninə idi. Enin uzunluğuna vurursan da o da olur nə? 12 minus Y vurulsun Y bərabərdə 32'ye. Açaq mı ki bunu? Y-in yerinə ədəd qoysaq sanki daha qəşəng olar. Y-in yerinə 4 qoyanda 8 vur 4'dən 32 çıxır. Y-i tapdıq 4. Bura 4. Bunun hər tərəfi 4. Buralar 8, 8. Bizə nə istəyir axırda? X-i tapın. X-i tapaq da Pifagordan. Baxın bu hissəyə. 8, 4 Pifagorundan çıxır. Yəni X kvadrat bərabərdir. 64 üstə gəl 16 bu hissədən. 80, o da 16 vur 4, 4 kök 5'e gəlir. 16 vur 5'dən. 4 kök 5 C variantı.
23'ə keçid alaq. Demək, orta nöqtə var. Biz bunu çox güman qarşıya köçürə bilərik. Tərəfi x deməyək, gəlin. Bura məsələn bir 2x deyirəm. 2x olsun hər tərəf. 2 yarıya bölüb biz buradan x yaza bilək. Burada olsun 2x. Və burada biz qum saatı kimi bənzərlik görməliyik. Fikir verin bu hissəyə. Onda 2-nin bir nisbəti digər hissələrdə də özünü göstərir. Məsələn, bura y deyirsənsə, bura olmalıdır 2y. Və bu alana fikir versək, oturacağa görə bir alan yaradırıq, bənzəriyə görə yox. Y-ə baxan alan 5-dirsə, 2y-ə baxan alan bunun 2 qatıdır 10-dur. Sonra sizə nə yazaq? Bir də bunu bu formada göstərək. 2-nin bir nisbəti. Məsələn, bura 2A-dırsa, burada A-dır. Eyni alanı da indi buradan göstərsəm, 2A'ya baxan alan 5-dirsə, A'ya baxan alan da bunun yarısıdır. Yəni bu hissəmizdə olsun 2 onda 5. Bizə ümumiyyətlə nə lazım idi? 2x'i tapaq da. İndi bu hissəyə də gəl 2x yazsaq. Məsələn, mən alan üçün bu hissədən istifadə edirəm. Heç 2 onda 5 mənə lazım deyil. Dik üçgənin alanını tapmaq üçün nə edirik? Katetləri bir-birinə vuruq. 2x vurur 2x bölünsün 2 bərabərdir 10 ilə 5-in cəminə 15-ə. Yəni buradan 2x kvadrat bərabərdir 15-ə. X-imiz də olur kök altda 15 bölünsün 2. Bu amma sənin 2x istəyir. Dəqiqə hesablayaq da. 2 vurulsun kök 15 bölünsün kök 2. Bu da ixtisar gedər. Olar kökün altında 30. A variantı. Sonra 24'ə keçid alaq. Demək, burada bir kare var. ABCD kare. Bütövi karedirsə, onda bu 2, 4 cəmi 6 hər tərəfə yazmaq olar. Bir də MCNR. Bu da bir karedirsə, bunu da hər tərəfinə 4 yazaq. Burada 4. Kale də qarşıya düz köçür də, belə başa düşürük ki. Onda DM əslində 2-dir. Nəsə ehtiyacı varmı ki onu yazmamıza, bu da 4 olsun. Kale, CM, MCNR, ABC-dir. Hamısının kare olduğunu göstərdik. Bizdən ümumi o üçgənin alanını istəyir. Oturacaq vur hündürlüklə. Getmək olar da qəşəng. Bax, burada bir fikir verin. Necə üçgən var? Geniş açılı, yəni kör bucaqlı üçbucaq var. Bunun alanı da düstura oturacaq. S bərabərdə AH bölünsün 2 qaydası ilə. Oturacağımız 8'dir. Hündürlük də nədir burada? Buradan bura qədər, bax, bunu qarşıya doğru köçürsəm, bu 2 bura gəlir, düzdürmü? 4'ü də bura köçürsəm, bura 2 qalır, məlum məsələ. Onda sənin bu təpədən gələn, baxın, hündürlüyümüz eyni təpədən çıxmalıdır da, 2-dir. H-ın da yeni 2 bölünsün 2-dən. Alanımız çıxır 8. Y variantı. Sonra növbəti testin birincisinə keçdik. Kare verib, hər tərəf məlum məsələ bərabərdir. Özü başqa bir şey verməyib, gördüyümüz qədərilə. 40 dərəcə, bir də eşkenar sözü deyir. BYC eşkenar üçgəndirsə, hər tərəfə 2 xəttimizi qoyaq, 60 dərəcələrimizi yerləşdirək. Və burada qalır 30 dərəcə. 40'ın qonşusu 140'dır. Sonra bu üçgənin iç açılarının toplamına gedirik. Yəni 170 üstə gəlsin alfa bərabərsə 180'ə, alfa da olar 10 dərəcə. Yəni Y variantı. Sonra ikinci sualımızda 90'ı 3 yerə bölüblər. Onda hərəsinə 30, 30, 30 düşür. 90, bura qalır 60 dərəcə. Başqa nəyimiz var? 90, 30, bu da 60. Bir də kare olduğunu bilirik lap yaxşı. Yəni gəl belə bir şey eləyək. Bunun 30'un qarşısı A olsun, 90 qarşısı 2A, 60'ın qarşısı A kök 3. Onda bu tərəfdə A kök 3'dür, 30'un qarşısı A, yenə 2A. Biz buradan görürük ki, ortada bir ikizkenar üçgen yaranır. Bu hissələr eynidirsə, bu da onda alfadır. 2 alfa üstə gəlsin 30 bərabər 180'dən. 150'ni də 2 yerə böləndə alfamız olur 75 dərəcə. Yəni B variantı. Üçüncü suala keçək. Diagonallar bir-birinə bərabərdir. Biz gəlin BD yox, AC diagonalından köşegəndən istifadə edək. Buradan bura qədər birləşdirsə, görün buna heç ehtiyac varmı ki? Bunu birləşdirəndə arada 90 dərəcə yaranır. Da. Gəl bildik.
Bu diagonal məsələn bura 2A deyək. Bu diagonallar bir-birinə bərabərdir və kəsişəndə ortadan bölünür. A formasında baxsaq. 30, 60, 90 üçgəni yaranacaq burada. Necə olur ki, bir katet hipotenuzdan 2 dəfə kiçikdir. 90 qarşısı 2A'dırsa, bir dəqiqə, A-nı biz OD-yə qədər demişik. D-yə hissəsi yoxdur axı bunun heç. Bunu başqa cür eləyək. Bir saniyə. Buradan özü bölür bunu əslində 45-45 formasında bir 90 dərəcəmiz var. Hər tərəfə A desəm, köşəgən olur A kök 2. Burada olsun A kök 2. Sinuslar teoremi ilə getmək olar ya əslində. Baxın, buradan bir sinuslar teoremi olsun. A kök 2-nin öz qarşısındakı bucağın sinus 45-ə nisbəti bərabərdir. A-nın da sinus alfaya nisbəti. Buradan çıxar. Buradan A'lar ixtisar gedir. Sinus 45 çarpazla vuranda sinus 45 bərabərdir. Kök 2 vurulsun sinus alfaya. Sinus 45'in de qiymətini bilirik. Kök 2 bölünsün 2 bərabərdir. Kök 2 vur sinus alfa. Kök 2'lər gedir. Sinus alfamız bərabərdir 1 bölü 2. Sinus da 1 bölü 2'ni alır. Təbii ki 30 dərəcədə. Yəni C variantı. Sonra 4'e keçid eləyək. Neyimiz var? Karedir. AK ilə D'ye eyni şey olsun. AK ilə D'ye. Bu hissələr eyni. Bura A desəm, digər hissəni bilmirik. Bura B versə, bura olur A plus B məsələn. Başqa buradan bərabər birə-bir eyni üçgənlər çıxartmaq olar. Baxın, bu üçgənin və bu üçgənin eyni olduğunu göstərir. Çünki hər ikisində A və A plus B deyilən hissələr var. Məsələn, burada A'nın qabağına alfa var, beta yazaq, qarışmasın. A'nın qabağına alfa yazıramsa, burada da A'nın qabağına beta daha doğrusu yazmalıyam. Sonra A plus B'nin qabağı, məsələn, burada qammadırsa, soldakində, sağdakında A plus B'nin qabağı yenə olmalıdır qamma. Məlum məsələ 90'ların da qarşısı eyni olur. Belə başa düşürük ki 90'ın qarşısı da BK'dır. O birində 90'ın qarşısı AY'dir. BK ilə AY'nin eyni olduğunu göstərdik də bu bizim bucağımıza necə təsir eləyəcək ki? Bura 90 minus beta desək, burada bir 90 dərəcə çıxır, ona təsir eləyirmiş. Burada 90 dərəcə varsa avtomatik burada da 90 dərəcə olur. Bu. A variantı. Sonra məsafəyə gəldik. Biz yəqin ki növbəti diagonalı çəksək daha yaxşı olar. A'dan C'yə qədər çəkək, arada 90 dərəcə olduğunu göstərək. 5 kök 2 ilə 3 kök 2'nin cəmi 8 kök 2'dir. Yarıya bölsək 4 kök 2, 4 kök 2 düşməlidir. Məsələn, bu O nöqtəsində bölünmə geçsin. Buranı silək, bura 4 kök 2. Qalan 4 kök 2 olsun deyə burada kök 2, 4 kök 2, burada 4 kök 2. Sonra Pifagor olaraq A, O, Y üçgəninə baxırıq. Deyirik ki 4 kök 2'nin kvadratı üzərinə gəlsin kök 2'nin kvadratı bərabərdir x'in kvadratına. 16, 2, 32 üstə gəlsin 2 bərabər x kvadratından x də olsun kökün altında 34 A variantı. Sonra 6'ya keçək. Buradan bayaqki qayda ilə yenə bölüşdürərik. Gəlin AC'ni diagonal olaraq bölək. O nöqtəsi olsun. 17 ilə 7'nin cəmi 24, yarıya bölünür. 12, burada 5 yazaq ki 12 olsun. Buralarda 12, 12, 90 dərəcəmiz də var. Yenə Pifagor görmək lazımdır, görürsünüz bunu. 5, 12 da əzbərə bilirsiniz də uzatmıram, 13 üçgəndir bu. B variantı. Sonra 7'ye keçid aldıq. 2, 8'imiz var, lap yaxşı. Qarşıdan hündürlüyü aşağıya qədər çəksək, Evklid teoremi özünü göstərir. Niyə görə? 90'dan çıxıb 90'a gedir. 2'nin qarşısı 2, 8'in qarşısı 8. Buradaki Evkliddən yola çıxırıq. Buna bir h desəm, h'ın kvadratı bərabərdir 2 vur 8'dən. 16'dan çıxır 4. Bu karedir deyə hər tərəfi 10'dur. Demək bu 10'dursa, bu da 10 olması üçün x'ə qalır 6. Bütövi 10 idi. X'ımız 6, C variantı. 8'e baxaq. ABCD də kare, onda bunun hər tərəfi 5'dir. Bir də YCKF, bunda hər tərəfinə 3 yazsaq. Bura qalır 2, sonra bir dənə qəşəng Pifagor yenə.
X kvadrat da bərabərdir. 9 plus 4'dən olsun 13. Yəni kökün altında 13. C variantı. Sonra 9'da BY'miz 4, 8, cəmi 12 karedirsə əgər. Bəli, hər tərəfə 12 yaza bilirik. Başqa 90'dan çıxıb 90'a gedibdir ya. Yenə bir evklit göstərək. Baxın, evklidimiz DEF üçgənindədir. Onda 12'nin kvadratı bərabərdir bu bölgülərin hasilinə. 8 vur x-a. X də bərabərdir 12 vur 12 bölü 8'dən. 4 ixtisar geçsin 3, 2, 6'ını 3'ə vuranda 18. A variantı. Sonra ona keçək. ABCD'miz kare. Bu biri dikdörtgen. Bu üçü uzaq başı qarşıya köçürtmək olar. Başqa bir də nə verib bizə? 5 kök 2. Karenin onsuz da bilirik ki, diagonalı 10 bucağın bölür 45-45. Burada 90 dərəcə var. Bu da 45. Yəni burada bir ikizkenar dik üçgen yaranır. Hipotenuz 5 kök 2'sə katetlər 5-5'dir. Bunun qarşı tərəfinə 5 köçürdək. Sonra 5'dən 3'ün cəmi 8 olmalıdır. Demək ki, burada 3 qalır ki, 8 olsun. Kareni tamamlasın. Perimetrdə 8 vur 4'dən olur 32. C variantı. 11'e keçid alaq. Karemiz, hər tərəfimiz 4 kök 2, 4 kök 2. 4 kök 2'ni kök 2'ye vuranda köşegenler olur 8. 8'i də yarıya böləndə, yəni AC bərabər BD'dən 8 olduğunu göstərək. Ortadan da bölürük 4, 4, bu da 4. Bu 4 də yarıya bölür 2, 2 formasında. Burada da bir 90 dərəcəm var. X'i tapmaq üçün də növbəti Pifagora gedirsən. X kvadrat bərabər 16 plus 4'dən 20. 4 vur 5 desək 2 kök 5. C variantı. Sonra 12'də neyimiz var? Demək, karede x plus 4 verib və 2x minus 1 verib. Bak yaxşı. Çox güman bərabər olacaq. Biz diagonallarla mı bunu bölüşdürsək? İndi. Bu hissəni çəksəm, bu diagonallar O nöqtəsində yarıya bölünür və 90 dərəcə yaranır. Bu iki dənə hissə eynidir. Biz gəlib burada yak üçgəni görməliyik. Yəni yüksəklik, kənarortay, açıortay. Necə olur ki, təpədən gələn bu parça həm yüksəklikdir, həm kənarortaydır, həm açıortay olmalıdır. Bu ancaq ikizkenar üçgənlərdə olur. Yəni kənarda yazırıq ki, 2x minus 1 bərabərdir x plus 4'dən. X da çıxar 5. X istəyir ilə 5, Y variantı. Sonra 13'ə baxaq. Yenə evklid olar. YF-ni aşağıya doğru uzadaq. 90 dərəcə. 9'un qarşısı 9, 4'ün qarşısı 4. Baxın, evklid buradadır. 90'dan çıxıb 90'a gedibsə, onda buna bir h desəm, h kvadrat bərabər 9 vur 4'dən, h çıxır 6. Hündürlüyümüz 6. 9'dan 4'ün cəmi bunun hər tərəfi əslində 13 idi. Bu 13'lə də bu 13 eyni şeydir. Yəni x plus 6 13'dürsə, məlum məsələ x dolar 7. Yəni Y variantı. Sonra 14'də nəyimiz var? Bir kare 8, bura qalsın 7, bura 8. O açıortay boşuna deyil uşaqlar. Açıortay o vaxt çıxır ki, karedə diagonalların kəsişməsi olanda, yəni bu BF-ni birləşdirsən əslində, diagonalların kəsişmə mərkəzi, hətta bunu da buradan birləşdirə bilərik. Bunu da buradan birləşdirirsən. F diagonalların kəsişmə mərkəzidir. İminli bu 45'lərə görə deyirəm. Onda bunun hər diagonaldan yaranan parçası indi buraların hamısına 6 kök 2, 6 kök 2 düzmək olar. Bir də nə istifadə eləyək? Bir dəqiqə. 6 kök 2 desək, burada bir anormallıq olur. Niyə? 6 kök 2'ni kök 2'ye vuranda eləyir 12. Bunun ümumi tərəfi 12 olmalıdır. Bu onda biz deyənlə əslində üst-üstə düşmür. O diagonallar deyil. Nə etmək olar? Açıortayın uc nöqtələrindən gətirmək olar ki, hündürlüklər bərabərdir. Bizim belə bir qaydamız vardı. Buradan bura qədər olan hündürlüklə əslində buradan bura qədər olan hündürlük eyni şeydir. Və 90 dərəcə, onsa biz bilirik ki, 90 yarıya bölünür. Burada 45-45, burada 45.
6, 6 da buradan belə bir diagonallar yaranır. Sonra ümumi hər tərəf 8 olsun deyə 7. Bura qalır 2. Biz buradakı belə deyək, yamuka fokuslansaq. Bu hissəni qarşıya doğru köçürdək. Burada olsun 2. Bu 6'dırsa 7'dən 6'sı gedir. Burada qalır 1. Sonra biz buradan geçen bir tane Pifagor eləyirik. Deyirik x kvadrat beraber 4 plus 1'den x dolar kökün altında 5. İşte B variantı. Keçək 15'e. 4 kök 2 5 verib x. BC kare falan 9'dursa bura 9 minus x dedik məsələn. BD'si ümumilikdə kare 9'sa 9 kök 2 olmalıdır. 9 kök 2'dən 4 kök 2'si gedir. Buna qalır 5 kök 2. Başqa nə tətbiq eləyək buna? Uzaq başı o biri diagonalda çəkə bilərik. 9 kök 2'ni yarıya böləndə amma bu xoş bir şey olmayacaq. Yox, bunu yığışdıraq buradan. Başqa nə deyirsə? Kosinuslar teoremi. Bax, burada 45 dərəcəm var. Düzdürmü? Geçencene bir dənə kosinuslar teoremi geçsin. Yazıram üstünə. Kosinuslar teoremi. Kosinuslar teoreminə görə 45 dərəcənin qabağı ilə başlayırıq. 5'in kvadratı bərabər, sonra yan tərəflərə keçirik. 4 kök 2'nin kvadratı üstə gəlinsin 9 minus x'in kvadratı. Burada bir kənara alaq. Üstə gəlinsin. Götürün buradan ümumiyyətlə. Dokuz minus x'in kvadratı çıxılsın 2 vurulsun 4 kök 2 vurulsun 9 minus x, yanında da kosinus 45. Dediğim kimi kosinuslar teoreminə görə eləyirik. İndi hesablanmasına keçək. 25 bərabərdə 32 üstə gəlinsin 9 minus x kvadratını hələ ki açmayayım. Xoşuma gəlmir onu açmaq. Çıxılsın 2 vur 4 kök 2 vurulsun 9 minus x, kosinus 45'in qiyməti kök 2 bölü 2. Bax, bu kök 2 ilə kök 2 birləşir. Bu ikini ixtisar aparır. Hətta bizə rahat olsun deyə misal. Gəlin qıraqda 9 minus x'i bir dənə t ilə əvəzləyim. Hesablamaq rahat olsun. 25 bərabərdir 32. Üstə gəlsin. T'nin kvadratı çıxılsın. 2, 4, 8, t. Düzdürmü? 9 minus x'a t dedik. T kvadrat çıx 8t bərabər 32 ilə yana 25 gəlsin. Üstə 7 bərabər 0. V7'dən də buradan çıxır. Hasili 7, 1, 7. Cəm də 8 verir. Sonra t'nin yerinə gətirək 1 qoyaq. Bir də 7. 9 minus x bərabər 1'dən. X çıxar 8. 9 minus x bərabər 7'dən də x bərabər 2. Baxaq görək bunun x'i hardadır. Bunun x'i daha aşağı yerdədir. Görürsünüz, daha kiçik yerdədir. Yəqin ki 8'i yox. Buradan 2'ni götürər. Variantlarda da baxın. 8 yoxdur heç. B variantı. Sonra 16'ya keçid alaq. 6 kök 2 demək ABC'də bütövlükdə karedir. 10 bu 6 kök 2'ni bir yerlərə tətbiq eləmək lazımdır. Əvvəlcə bunun hər tərəfini x deyirəm, bu kiçik karenin. Sonra bura y desək, onda bu karenin hər tərəfi x plus y olur. Düzdürmü? Burada y qalsın. Sonra 6 kök 2'ni hər halda bir formada istifadə eləmək lazımdır. Bunu qarşıya doğru bir hündürlük çəksək, fikir verin, 90 dərəcə. Bura y qalar, bu x də aşağıya köçər. Onda bu y də buradadır. Biz görürük ki, buradan 45, 45, 90 kök 2 qaydası. Yəni bura 6, bura 6 imiş. Y-in yerinə 6 qoyursansa, bir dənə də Pifagor buradan gedir. 6, 10, 8 üçgəni. Yəni uzatmıram da bəzi üçgənlərin Pifagorunu əzbər bilirik. X-da 8, Y variantı. Bizdən x istəmir. Perimetrini istəyir. BGF-yi. Hanı bunun BGF-yi? Bunun perimetrini istəyir. P də bərabərdir. X-i tapdıq. 8, 4 vur 8'dən 32 şərtə də diqqətlə baxaq sonda nə istəyirmiş. 17'yə keçid aldıq. 15 dərəcə 90, 45 olsun deyə 30 çatışmır. Burada 45. Nə iş görək indi? 45, 45, 90'dan mı gedək? 70'dən mi gedək? Bunun əslində ortasından bir hündürlük çəksək, işimiz həll olur. Buradan bir 90 dərəcə çıxardım.
90, 30, 60. Bu aşağıda da olur 90, 45, 45. Birinci, burada 90 qarşısı 6'dırsa, 30'un qarşısı yarısıdır 3, 60'ın qarşısı 3 kök 3. Sonra aşağıda da 45'liyə görə 3, 3, bu da eləyər 3 kök 2. Bu kadar basit. B variantı. 18'də 15, Evklid deyirəm. 15, 75'in bir hündürlük qaydası var idi. İndi onu istifadə edəcəm. Bura 75. Bizim 15-75'də belə bir qaydamız var. Bura h-dırsa, bura 4h-dır. İminli 15-75 üçün də bu qayda. Bu aşağıdakı sarı üçgən üçündür. Yəni 4h bərabərdir 8-dən. H-ı tapırsan 2. H-ın 2-dirsə və hər tərəfimiz 8-dirsə, onda buranın da 8 olması üçün x-a çatışmır 6 cm. C variantı. 19'a keçdik. Burada %90 bir bənzərlik var. Gəlin bu iki dənə üçgənin bənzər olduğunu sizə göstərim. 90 dərəcə alfa desək, 90 minus alfa, yanı 90 minus alfa, 90 alfa. Görünür ki, bu üçgənlər bənzərdir. İndi alfaların qabağını 1 götürək, 90'ları 1. Məsələn, bura x desəm, bu olur 8 plus x. Karedə hər tərəf eynidir. Alfanın qarşısı 8 plus x-in, bunun alfasının qabağı x-ə nisbəti. 90 çıx alfa 8'in də 4'ə nisbəti. Buradan da 2x bərabərdir 8 plus x-ə. X-imiz olur 8. Bu bizdən nə istəyirdi? Çevrəsin. Yəni 8, 8 cəmi 16. Tərəf 16'dırsa, P də bərabər 16 vur 4'dən olar 64. D variantı. 20'yə keçək. Yenə eyni bənzərlik çıxacaq buradan. Sübut eləyək sizə. Demək 90 alfa, 90 minus alfa. Bu da 90, 90 minus alfa. Bu da olsun alfa. Tərəf 4'dür. Burada gətirib 4 yazırsan. İndi bura olsun məsələn y. Alfanın qabağı 4'ün 2'yə nisbəti. 90 çıx alfanın qabağı 2'nin də y-ə nisbəti. Buradan y-in olur 1. Qarşı tərəflərdə eynidir deyə 4 olması üçün x-ə qalır 3. Ki, bura 4 danışa bilək. X istəyir 3. C variantı. 21'də yenə 15, 45. Bura 75. Bu da 45. Nə iş görək? İndi əslində kosinuslar teoremdə eləmək olar. 15-45'in cəmi prosa 75'i trigonometri hissə göstərmək rahat olmayacaq deyə. Bunu buradan gəlin çəkək. Digər diaqonalı. Arada 90 dərəcə olsun. Və 45 formasında bölünür. Bura 45'dir. Bu araya qalır 30. 30, 60, 90 xassəsini göstərək. 90'ın qabağı 6, 30'un qabağı bunun yarısıdır. 3'dür. 60'ın qabağı da 3 kök 3'dür. Və bu hissələrin hamısı O nöqtəsi deyildi. Hamısı eynidir. Bu. Hamısı eynidir. Yəni x olmalıdır 3 kök 3. Burada 3 kök 3. Bu bizdən nə istəyir? X dediyi yer ama hardan hara qədərdir? D-dən Y-yə qədər. D-dən Y-yə qədər hissəmiz onda 3 kök 3 plus 3'dür. Mənim tapdığım OD-dir 3 kök 3. 3 kök 3 plus 3 B variantı. 22'yə keçək. Yenə arada 15 dərəcəmiz var. Lap yaxşı. Nə edək sənə? Bura 45'dirsə, bura qalır məlum məsələ 30 dərəcə. Bu 15'in köməyinə. Bu 15'i içəridə yazaq. Nə istəyir bizdən? 8'dir. Əvvəla digər diaqonalı da çəksək. Digər diaqonalı çəkməyimə ehtiyac var, imkan var. 90 dərəcədə yaranar bu minvalla. Bura məsələn O nöqtəsi olsun. Yarıya bölünür 4, 4. Burada 4. Bu arada 45 dərəcə var. 90. 30, 60, 90 hissə olunur yenə görürsünüz. Demək, bura oldu bütövlükdə 60 dərəcə. 30 dərəcəmiz burada. 30'un qarşısı 4, 90'ın qarşısı 8. 60'ın qabağı olmalıdır 4 kök 3. Onda 4 üstə gəlsin x əgər 4 kök 3'dürsə, x-a qalar 4 kök 3 çıxılsın 4. Belə də saxlayırıq. O da Y variantında. 23'ə keçid alaq. Yenə diaqonala ehtiyacımız var. Buradan ikinci diaqonalı çəkək. Bu
x-i silirəm burada. Bunların hamısının eyni olduğunu və 90 dərəcəli x göstərək. Bunun dediyi x hardan hara qədər idi? DB əslində x demək 2x deyil. Çünki D-dən B-yə qədər fikir verin. Mən onu ayrı-ayrı x yazdım. Bizdən istədiyi 2x-dir. İndi burada 90 dərəcədə var deyə Pifagora gedə bilərik. Yazırıq x-in kvadratı plus x plus 4-ün mötərizə kvadratı bərabərdir 20-nin kvadratına, yəni 400-ə. 20-nin kvadratını yazıram elə. Bu səhv eləmirəmsə 12 və 16 üçgəndir. Yəni x-in yenə 12 qoyanda diskriminanta VT gəlməyəsi deyə birbaşa yazıram. X-in yenə 12 qoyanda 12-nin kvadratı üstə gəlinsin 16-ın kvadratı bizə 20-nin kvadratını verir. Pifagordan da gözümüzü öyrəşdiyi rəqəmdir. Bu da bizdən 2x istədiyinə görə olur 24. Yəni 12-ni tapıb qaça-qaça götürməyin. Baxın, çaşdırmaq üçün verib. Mən onun 2 qatı ilə yazmışam. Diqqət eləyək. 24-də keçdik. Nə iş görə bilərik? K, L-ni aşağıya doğru çəkə bilərəm. İlkin məsələ. 90 dərəcə. Bu iki qarşıya köçsün. Başqa bir şeyimiz varmı ki? ABCD də kare imiş. KLMD də kare imiş. Yəni bunun da hər tərəfi 2, 2-ni köçürdək. Onda nə olsun? Bu da 2. Sonra məsələn bu x-i hara köçürdə bilərəm? Bunu da buradan gəl bölüşdürək. Çox güman ki bir dənə də kare buradan yaranacaq. Bura 2, 2, bura olsun 2. Bu 2-ni də qarşıya köçürdürük. Bu kök altda 2 olmağı xoşuma gəlmədi prosta. O 2-ni mən hardan yazdım ki? Bu 2 deyil. Sorry. Bu qırmızıların 2 olmağı düz deyil. Buna uzaq başı x deyə bilərsən. Bilmirik axı. X olsun. Bura 2-dir maksimum. Bura x. Hə, Pifagor gedə bilərik biz buradan. Ona da niyə x yazdım? Bəs. Niyə y olmadı? Hə, ümumidə ABC'də kare olmalı axı. Bura əgər 2 plus x-dırsa, məlum məsələ hər tərəfi 2 plus x olmalıdır o məntiqlə. Onda deyirik x kvadrat üstə gəlsin x kvadrat bərabərdir 2-yə, 2x kvadrat 2-dən x çıxır 1. Buralar olsun 1, 1. Bu bizdən istədiyi x B-dən C-yə qədər olan x-dir. Buranı qarışdırmayın. B-dən C-yə qədər bütövünü istəyir buranı. O biri də aşağıya köçürdəndə bütöv olur 3. Yəni B variantı. Sonra 25'te nəyimiz var? Kök 14, 11, diagonalın o birisini də məcbur çəkək. Kök altda 14'ü, vuranda kök altda 2'yə, diagonalı tapmaq üçün köşəgən üçün edirəm. Kök altda eləyir 28, 4 vur 7-dən 2 kök 7. Onu da yarıya böləndə bunların hamısı olur kök 7, kök 7, bu da kök 7. Hamısı yəni kök 7'dir. İndi biz bir Pifagor eləyək. Burada bütövlükdə kök 7-dirsə, bu araya qalır kök 7 minus x. 90 dərəcəndə burada. Demək ki, Pifagor tam da bu mərkəzdədir. Onda deyərik ki, kök 7-nin kvadratı üzərinə kök 7 minus x-in kvadratı bərabər olsun kök altda 11-in kvadratına. 7 üstə gəlsin kök 7 minus x-in kvadratı bərabər 11-ə. 11-dən 7 çıxırsan 4. Kök altda 7 minus x-in mötərizə kvadratı 4-dürsə, kök alsaq soldan sağdan. Kök 7 minus x bərabərdir 2-yə. X də olar kök 7 minus 2. Belə də qalır. Kök 7 minus 2 D variantı. Baxın, bu dəfəki x-də dəyişiklik eləmədim. Növbəti bənzəriyə gəlsinmi? Gəlsin. Alfa yazsam, bura olur 90 minus alfa. Bura yenə 90 minus alfa. Bura oldu alfa. Görürük ki, bu iki dənə dik üçgən bir-birinə bənzərdir. Bu sarı hissələr. Adlandıraq hətta A, B, F bənzər imiş B, Y, C-yə. İndi bir də bunun eyni tərəf olduğunu göstərir. Yəni kare edirsə hər tərəfdən bu x plus y-i də köçürdək. İndi bunun 90'ın qabağındakı x plus y-in soldakının aşağıdakı 90 qabağı 5'ə nisbət 2-nin üçün cəmi bərabərdir. 90 çıx alfanın qabağı 2-nin, bunun 90 çıx alfasının qabağı y-ə nisbət. Gedib burada x, y-ə bağlamaq olar. X plus y vurulmasaydı daha qəşəng olardı. Bunu yazandan sonra, indi bir dənə də bizim Pifagorumuz var. Onu da tətbiq eləyək. Baxın, burada bir Pifagor var. Bu bənzərlik bizə bəs eləmir.
Bir də deməliyik ki, x plus y-in mötərizə kvadratı üstə y kvadratı bərabər 25. Baxın, bu hissədə, bu qırmızı hissədə x plus y-i y-dən əvəzləmək olur. X plus y-in yerinə 10 bölü y yazmaq olar. Gətirək, onda bunun yerinə yazaq ki, 10 bölü y-in kvadratı üstə y kvadrat bərabər 25-ə. Bunu qoy rəngin mavi eləyək. Demək, indi buradan y-i tapmaq olar. 100 bölünsün y kvadrat üstə gəl y kvadrat bərabər 25-ə. Hər tərəfi y kvadrata vuracam. Düzdür, biraz şeytanli olacaq. Necə deyirlər? 4-cü dərəcəyə gələcək. Amma qiymət qoysaq sanki daha yaxşı olar. Y-ə nə qoya bilərsən? 2 qoya bilərsən. 5 qoyarsan. 4. Neysə, uzatmıram. Y kvadrata vururam hər tərəfi. 100 üstə gəlsin. Y üstü 4. Bərabərdə 25 y-in kvadratına. Yan-yana atanda y üstü 4 çıx. 25 y kvadrat üstə gəlsin 100. Bərabər 0. Bu bir düstura falan gəlmir maalesef. Diskriminantla hesablasaq 25-in kvadratı 625 çıxılsın. Hə, kök çıxırmış əslində buradan. Gözlə. Bunu belə eləməyək viyetlə. Hasili 100, 5 ilə 20, cəmi də 25-i verir. Vəsə da y kvadrat bərabərdir ya 20 deyəsən, ya da y kvadrat bərabər 5 deyirik. Buradan 2-dən qiymət çıxır. Ya y-imiz bərabər olur 2 kök 5-ə, ya da y-imiz olur kök altda 5-ə. Buna uyğun olaraq x-i də tapaq. X-imiz da nəyə bərabər idi? Demək, x plus y-dir orada. X tək yoxdur. Buradan bir yerdən yerinə qoyacam məcbur. Məsələn, buradan. X plus y-in yerinə birincini qoyuram. 2 kök 5 bərabər olsun 10 bölünsün 2 kök 5-ə. Buradan 10 ilə 2 ixtisar gedir 5. 5-i də kök 5-ə böləndə kök altda 5. Yəni x plus 2 kök 5 bərabər kök altda 5-ə. X olur mənfi kök 5. Baxın, bu düz deyil. Məsafə mənfi olmaz. Onda biz y-in 2 kök 5 məsələsini götürmürük. Y-in yerinə normal kök 5 qoyacağım. Onda yazırıq x plus y-in yerinə kök altda 5 bərabərdir 10 bölünsün kök altda 5-ə. X plus kök altda 5 bərabərdir. 10 ilə kök 5 ixtisar gedir 2 kök 5. X-i tapırıq kök altda 5. Yəni bunun yanına yazırıq ki, x-in qiyməti kök altda 5 imiş. X-i də y-i də tapdıq. İndi gətir bunları bir-birinə böl. X-in yerinə kök 5 bölünsün. Y-imiz də kök 5. İxtisar gedir, qalır 1. Yekunda B. Maraqlı sual idi bu da. 27-yə keçid alaq. Bənzərlik görünür yenə. Alfa yazsaq, bura olur 90 minus alfa. Eyni qaydada. Burada 90 minus alfa. Alfa da buna gəlir. Yəni bu iki dənə sarı üçgən ABY və BFC bir-birinə bənzərdir. Bənzərlikdən sonra nə iş görək? Karedir deyə hər tərəfində də bunun x yazaq bu arada. İndi 90 qabağındakı, əgər bu x-lar eynidirsə fikir verin, bənzərlikdən keçir birə-bir bərabər üçgənlər olur. Onda alfaların da qabağı eyni olur. Məsələn, burada alfanın qabağı 6 ilə 2-nin cəmi 8-dirsə, burada 8-dir. O birisində 90 çıx alfanın qabağı 6-dırsa, burada 6-dır. Onda biz buradan 6, 8, 10 üçgəni görürük də. Baxın, 6, 8, demək ki, bura olur 10. Pifagordan. O bizdən nə istəyir? X istəyir, C variantı. 28-ə keçid alaq. Demək, bu hissələri qarşıya köçürdəkmi, bənzərlikmi eləyək? X-də hər tərəfimizə bu x-imizi yazaq. Əvvəlcə. Əslində, buradan bir bənzərlik çıxacaq bu iki dənə sarı üçgəndən. Nə danışaq? Bura olsun alfa, 90 minus alfa. Burada 90 minus alfa. Bu da alfa. Bu sarı üçgənlər bənzərdir. Bənzərliyi keçirik. Yenə bərabərdir. Birə-bir eynidir. Niyə? 90-ların qabağı eynidir. Onda alfaların da qabağı eyni olur. Burada 90 çıx alfanın qabağı 6-dırsa, bu 90 minus alfanın da qabağı olmalıdır 6. Sonra alfanın qabağı 12-dirsə, bu alfanın da qabağı olur 12. İndi bizə də Pifagor gedəcək buradan. Məsələn, buradan baxaq. 12, 6 üçgəninə görə x kvadrat bərabərdir 144 üstə 36-dan 180, 36 vur 5 desək, olar 6 kök 5. C variantı. Sonra 29-da da yenə eyni bənzərliyi görürük. Baxın, görürsünüzmü?
6, 8 Pifagordan hər tərəf 10-dur. Məsələn, bura alfa deyim, yerlərini düzlük görək. Həmişə bucaqları qiymətləndirin. 90 minus alfa, alfa deyək. Baxın, 90'ların qarşısı eynidir. 10, 10. Onda alfaların da qarşısı eyni olur. Burada alfanın qarşısı 8 idisə, burada da alfanın qarşısı bütövlükdə olmalıdır 8. Elə buradan x tapılır. X plus 6, 8 isə x olar 2. Dediyimiz kimi bənzərlikdən əlavə birə-bir bərabər eyni üçgənlər var. 30'a keçək. Nəyimiz var? Bura olsa alfa, bura qalır 90 minus alfa. Karedir deyə, burada onda alfa qalmalıdır ki, 90'a tamamlaya bilək. 90 dərəcə, bura yenə 90 minus alfa. 90. Burada 90 minus alfa. Yine bu iki üçgenin benzerliğini göstəririk. Görürsünüz mü bunu? Hatta eyni tərəflərimiz də var. Buralara da y deyil. Benzerlikdən əlavə həm də bərabər üçgənlərdir. Niyə? Burada da alfanın qabağı y-dir. Burada da alfanın qabağı y-dir. Onda 90'ların da qabağı eyni olur. 90'ın qarşısı 8. Bunun da 90'ın qarşısı olar 8. Yəni C variantı. Sonra 31'də ne iş görək? Birinci Pifagordan kök 20 olduğunu görək tərəflərin karedir. Başqa ne iş görmək olar? Buradan BY'ni uzadaq. Məsələn, M nöqtəsində olsun. Bir bənzərlik çıxar. Bu hissə məsələn bilmirəm, y deyim. Alfa, 90 minus alfa. Burada 90 minus alfa. 90 bütövü. Burada alfa. Yəni bu iki dənə üçgən bənzərdir. Sarı ilə də göstərək. Burada bir bənzərlik olsun. Bənzərlikdən sonra nə danışaq? Nisbətlər yazaq. 90'ın qabağındakı kök altda 20'nin soldakı. Bunun 90'ın qabağındakı 2 plus y nisbəti. Bu adlandırım həm də A, B, Y bənzərdir B, M, C-yə. Bərabərdir. Sonra alfasının qabağındakı 4'ün bunun alfasının qabağı kök 20'yə nisbəti. 4 vurulsun 2 plus y bərabərdir 20'yə. 2 plus y 5'ə. Y-imiz çıxır 3. Bura oldu 3. Sonra Pifagordan biz gəlib bu hissəni tapa bilərik. Məsələn, bu MC-ni. Onun üçün də yazarıq ki, MC-nin kvadratı üstə gəlinsin 20 bərabərdir 25'ə. MC olur kök altında 5. Düzdürmü? Bir dənə də bu x-i tapmaq üçün fokuslanın buradakı üçgənin Stuart teoreminə. Stuart teoremin gəlinsə yazaq. Stuart deyirlər, Stewart deyirlər. Əlqərə Stuart teoremi nə idi? Burada kənarlar A, B. Təpədən gələn parçanın nə olduğunu bilmirik. X burada C'dir. Deyirdi x kvadrat bərabərdir. A-nın kvadratı vur çarpazı D-yə. Üstə gəl. B-nin kvadratı vur C-yə. Bölünsün. Bütövü C plus D çıxılsın C vur D. Baxın, Stuart belə bir teoremdir. İndi biz də bundan istifadə edib gəlib bu x-i tapa bilərik. Deyəcək ki, x-in kvadratı bərabərdir. Kök altda 20'nin kvadratının vuruq çarpazına. Yəni 20 vur 3. Üstə gəl. Kök altda 5'in kvadratının öz çarpazına 2'yə. 5 vur 2. Bölünsün. Bu oturacaq bütöv 5. Çıxılsın. Hissə hasili. 2 vurulsun 3. İnşallah ki, başa düşülən. Biraz uzun teoremdir, amma çox əlimizdən tutur. Bunu da hesablayanda x kvadrat bərabərdir. 60 üstə gəlirik 10. 70'i 5'ə böləndə 14. Çıxılsın. 2'ni 3'ə vuranda 6. X kvadrat bərabərdir 8'dən. X-imiz də olar 2 kök 2. 2 kök 2 də hardadır? B variantında. Qəşəng sual idi. Bunu bir diqqətlə həll edərsiniz. 32'yə keçid alaq. Burada yenə kare var. Balaca. Bura 6 6 yazaq. ABC'de de bütövlükdə karedirsə, bunu da hər tərəfinə 15-15 köçürək. İndi bizə lazımdır bu figurun taralı alanın alanı. Əvvəlcə 15-9'dan Pifagordan gedib bu MD-ni taparam. Mənə oturacaq lazımdır da alan üçün. Oturacaq və hündürlük. 15'in kvadratı 225. Deyəsən xoş bir şey olmur. Üstə 81. Yox, bu bizə bunu verməyəcək maalesef. Bunu hissələrə bölüb sanki alanını çıxarsaq daha qəşəng. Bunu qarşıya doğru çəkirəm. Bu formada danışaq. Burada nə olur? Ümumisi 9'dur. Bu aradakı hissəni görmürük. Bənzərlik mi gətirsəydim? Başqa bir məlumat verməyib. 6, 6, 9, 15 məlum məsələ.
Bunu da bu qabaqdan bu formada bölək. 6 bura gəlsin, 9 bura gəlsin. Məsələn. Sonra bunun bütövi 15-dir də məlum məsələ. Bura yenə 9 qalır. Bu da 9 olsun. Diagonal kimi baxanda bu L-də hissəmiz olur 9 kök 2. Sonra 6. Bunun da bütövi 15'i buradan yığışdıraq. Burada 6, 9 desək. Birə-bir eyni üçgənlər mi çıxır? Bu 6, bu 9. Buna x desəm, bura olur 9 minus x. 6. Bir bənzəri eləmək lazımdır, belə başa düşürəm ki. Çünki başqa bir alana necə gedəcəyik? Bura 90 dərəcə olsun. Alfa desəm, 90 minus alfa. Qarşısı yenə 90 minus alfa. Bura oldu alfa. Fikir verin, bu iki dənə sarı üçgən yenə bir-birinə bənzərdir. Bənzərlikdən də indi nə göstərək? Alfasının qabağı x-in, alfasının qabağı 9 minus x-a nisbəti. 90 çıx alfanın qabağı 6, 9-a nisbəti. İxtisar getsin 2-nin 3-ə. 3x bərabərdir 18 çıxılsın 2x. 5x 18. X'imiz o qədər də xoş deyil. 18 bölü 5 olsun x'imiz. Tamam. Bura gətirib yazıram ki x'in yerinə x bərabərdir 18 bölü 5. İndi bu aşağıdakı L M yazıb. M var imiş, sorry. T olsun. LMT'nin alanı nədir? 6 vurulsun 18 bölü 5. Bir dənə də bölü 2. Düzdür mü? Bu da ixtisar getsin 3. Olur 54 bölü 5. Bu alan. Ayrı-ayrı yazıram alanları içinə. 54 bölü 5 bunun alanıdır. Bir də yuxarıdakı alanı necə hesablaya bilərik? Bunu da yaşılla göstərim məsələn. Bu yaşıl. Yaşıl üçgənin alanın LT'dir. SLTD'nin alanı bərabərdir. Oturacağı 18 bölü 5. Vurulsun hündürlük. Bu təpədən gələnə baxın 9'dur. Vur 9 bölünsün 2 formasında. Buradan da ixtisar uzaqbaşı bu gedər. Onlar 81 bölü 5. Bunu da alanın içine yazar. Bu da oldu 81 bölü 5. Axırda da bu iki dənə alanı toplamaq lazımdır. Ümumi S də bərabərdir 54 bölü 5. Üstə gəl 81 bölü 5. Aşağısı 5 qalsın. Bu da eləsin 135. İçində də 27 dəfə. Bu da qəşəng sualdır, maraqlıydı. 33'ə keçək. Yenə bir açıortay var. Birincisi bunu qarşıya doğru gəlin bu parçaları çəkək. Bu bura gəlsin, bu da bura gəlsin. Yuxarıda bir kare yaranır. Niyə? Əgər o 90 dərəcəni yarıya bölən bir şey 45-45 ancaq karede olur. Köşegəni 6 kök 2-dirsə, diagonalı tərəflərə 6-6 buradan yazmaq olar. Sonra nə iş görək? Bu ikini də buradan qarşıya köçürdərsən. Bunda hər tərəfi 8 olar. ABC'də kareydi axı. Bunda 8 olması üçün araya 2 çatışmır. 8, 8, məlum məsələ. Bu da alanı istəyir. 8'in kvadratı 64. Yəni B variantı. 34'ə baxaq. 2A cəmi eləyir 3A. İndi biz buradan bir bənzərlik quraqmı? 3A'da bura olsun. Bu hissələrimizdə B, B deyil. Məsələn, heç B, B deməyə ehtiyac yoxdur. 9, 4 kök altı 13 olacaq. Kök 13A bölü 2. Burada kök 13A bölü 2 olsun. İndi BCFY'nin ümumi alanı verib 40. 40'dan gəl yola çıxaq. 3A'nın kvadratı bərabərdir 40'a. 9A kvadrat bərabər 40'dan. A'mız olacaq. Kök altda A kvadrat deyildi. A kök altda 40 bölü 9. 3 aşağıya çıxar. 4 vur 10 desək 2 kök 10 bölünsün 3. A'mız hələ ki bu. Bizə də bir dəqiqə BCFY'nin alanıdır. Sorry, mən ABCD'nin alanını yazdım burada 40'a. Hani bunun BCFY'si. BCFY. Bunun verdiği 40 alanı uşaqlar baxın buradadır. Bu şəkildə. İndi oradan bir şeyler çıxardaq. Bu alanı necə hesablaya bilərəm? Bunu ortadan bölüb bir bənzərlik falan gətirəkmi? Burası da 3A'dır əslində. 90 dərəcə falan da yoxdur. Bənzərlikdə görünmür maalesef. Bunu uzaq başı buradan bölüşdürərəm. Bu hissəni. Baxın buradan.
bölüşdürürük. Deyirik nə? Kök altda 3A 9 kök altda 10'a eləyir əslində burası. Pifagor yoxdur. Bunun alanı 3A vurulsun A bölü 2. Yəni 1/5A bunun alanı eləyir. Sonra yuxarıdakının alanı nə olacaq? 2A'nı 3A'ya vurub 3A bunun alanı eləyir. Bizim belə bir qaydamız var idi ki, dörtgənin içərisindən bir alan çıxardanda bu əslindəki ortadakı alan ümumi alanın yarısıdır. Yəni qıraqdakıların cəmidə belə deyək. 2'nin üstə 1/5 gələndə 4/5 əslində. Bu da ortadan bölünüb deyə 4/5A'nı da biz yarıya böləcəyik. Əslində 9/4 olacaqdı o da. Yəni bu alanda 9/4A'dır. Bu da 9/4A'dır. Alanlarımız bu. Hə, indi gəl bərabərləşdirək. Yazaq ki, A'dır bu A kvadratda bir saniye. 2A vurulsun 3A bölü 2. Bunların ise kvadratlarda var. Sorry. İndi gəlib yazırıq ki 9 bölünsün 4 yanında A kvadrat. Bu üstə gəlinsin 1/5 A kvadrat bərabər olmalıdır bu 40 dediği alana. İndi 1/5'i də gəl 3 bölü 2 kimi göstərək. 3 bölünsün 2A kvadrat bərabərdir 40'a. Yuxarını aşağını 2'ye vursaq 4 bura 6 da bura olsun. Məxrəc 4'dürsə 9 6 15A kvadrat bərabərdir 40'a. A kvadrat bərabərdir 40 vur 4 bölünsün 15'ə. 5'i uzaq baş ixtisar gedir 3 8. A'mız olar kök altda 32 bölünsün 3. Hələ ki bu. Şimdi bizə ümumi heç A yazmayaq, A kvadrat yazaq. Sorry. Buna A kvadratla göstərim. A kvadrat bərabərdir 32 bölünsün 3. Bunun istədiyi ABC də nədir? Tərəfimiz 3A'dırsa S bərabərdir 9A kvadrata. O da bərabər 9 vurulsun A kvadratı bayaq tapdıq axı. 32 bölünsün 3'ə. Bu da ixtisar geçsin. 32'ni 3'ə vuranda 96. Yəni yekun alanımız 96 olur. O da hardadır? A variantı. Da maraqlı sual idi. Keçək 35'imizə. Burada nə var? Tərəflər ortadan bölünüb. KD AK məsələsi. Bura A verək. KD bundan. Hətta 2A verim ki ortadan bölmək rahat olsun. 2A verirəmsə KD olur bunun 2 qatı. Yəni 4A. Hər tərəf 6A'dırsa yarıya bölürük. 3A. Burada olsun 6A. Bu da həmçinin 6A. İndi bizə başqa nə verib bir də? MC 3'dür. DM ilə MC eyni şeydir. Hə, DM ilə MC 3'dürsə hər ikisi 3A bərabər 3'dən. A'sı çıxır bunun 1. Nə qəşəng. 3. Onda buraları belə bütöv 6 yazaq. 2, 4 formasına bölsün. Sonra nə iş görmək lazımdır bu alana getmək üçün? O balaca AKL'nin əslində alanını götürsək, çıxar M nöqtəsindən qarşıya bir dənə gəlin paralel xətt çəkək. Burada bölsün 3 formasında. Ortadan bölür deyə biz buna nə deyək? M deyək? M düz xəttinə M özü verib. T olsun. TS düz xətti orta xətti. Buradan 2'nin yarısı buna gətirib 1 yaza bilərsən. Və bu 1, 3'ə görə bu düz bucaqlı 3 bucağın mən aşağıda sahəsini hesablaya bilərəm. Dərd deyil. Bir də burada qum saatı kimi bizim bir bənzərliyimiz var. Onu da nəzərə alaq. Görürsünüz bunu. Yuxarısı 2, aşağısı 6'dan biri gedir. Bura olur 5. 2'nin 5'ə nisbəti 2K, 5K, nə bilim 2A, 5A belə bölgülər çıxacaq. Məsələn, gəlin indi bura 2B deyirəmsə, bu hissəmiz olur 5B. Və C nöqtəsində ortadan bölünmə var idi. O 7B'ni də aşağıya köçürdə bilərsən. Sonra başqa nə istifadə eləyək sizə? Başqa necə alan qurum? Aşağıdakı TSB'nin alanı var. 1/3/2. Əslində Pifagordan B də çıxır. B'də də bir dərdimiz yoxdur. Mən bu AKL'nin alanını göstərmək istəyirdim. Onu da bir böləkmi ki buradan? Bu üçgəni də gəlin buradan bölək. Bundan sanki daha yaxşı gedəcək işimiz. Alan olaraq da belə deyək. 2'yə baxan alana 2S deyərəm. 5'ə baxan alana 5S deyərəm. Sonra aşağıda da bu 3/1/2'dən
Bu alanlar onsuz eynidir də. Bu alan da 1/5'dir. Bu da 1/5'dir. Onda ümumi o alanların hamısını cəmləyirəm. 7s üstə gəlsin 1/5, 1/5, 3 bərabərdir nəyə? Bu katetlərin bir-birinə vurulub 2-yə bölünməsindən. Yəni 2 vurulsun 6 bölünsün 2-dən. 7s plus 3 bərabərdir 6-ya. 7s bərabərdir 3-ə. S-imiz də çıxır 3/7. İndi bunun istədiyi taralı alan isə, bunu da mavi xətlə göstərim. Bunun istədiyi taralı alan baxın buradadır, görürsünüz. Yəni yazaq ki, S taralı alan ABL idi də. S taralı alan bərabərdir 1/5, 1/5, 3 üstə gəlinsin 5s-ə. S-i də indicə hesabladıq axı. 3 üstə gəlinsin 5 vurulsun 3/7-yə. O da bərabərdir 3 üstə gəlinsin 15/7, ortaq məxrəcə gətirək. 21 üstə gəlinsin 15, eləyər 36/7. Son cavabımız da bu. D variantı. 36-ya keçək sonrasında. Demək, növbəti. AF ilə FC eyni şey olsun, ortadan bölüblər, lap yaxşı. Onda möhtəşəm üçlü qaydası görünür. İlk gördüyüm bu da heç məsələnin davamını oxumadan uşaqlar. 90-dan çıxıb və bir mediandırsa qarşı tərəf ortadan bölünürsə, möhtəşəm üçlü qaydasına görə bu üç hissə eynidir. Yəni AF, FC və YF. Üçü də eyni şeydir. Sonra nə iş görək? YF-ni verib 4. Lap yaxşı. Bu 4-dürsə, buralar da 4-dür, məlum məsələ, alanı istəyir. Onda bunun diaqonalı 4-dürsə, karenin diaqonalı 4-dürsə, alana gedirik. D1 vur, D2 böl 2. Diaqonallar da bir-birinə bərabərdir axı. 4 vur, 4/2-dən, o da eləyər 8. İnşallah ki, səhv hesablamadım. Təzdən baxım, ABC-dir. 4, 4, 4. 4 yazmışam. 4 ilə 4-ün cəmi, sorry, 8-dir. 8, 8, 64-ün də yarısı 32. Yol eyni yoldur. Bu bölmədə burada bitir. Sağ olun yoldaşlar. Özünüzə yaxşı baxın. Növbəti dərsdə görüşərik.